Hər vaxtınız xeyir, dəyərli dostlar. Bu video müraciətim ölkəmizdə müxtəlif hüquq fənlərinin tədrisi ilə məşğul olan peşəkar hüquqşünaslara, akademiklərə, professor və müəllim heyətinə ünvanlanıb. Ümidvaram ki, mənim bu nacizanə çıxışımı səmimiyyətlə qarşılayacaqsınız və hesab edirəm ki, bu təkliflərin irəli sürülməsi üçün kifayət qədər əsaslar mövcuddur bugünkü Azərbaycan cəmiyyətində. Biz görürük ki, hər hansı bir hüquqi problem və yaxud kazus baş verəndə Azərbaycan cəmiyyətində müəyyən bir dalğalanmalar baş verir, narahatçılıqlar üz qaldırır və bir sıra qüvvələr də bu kimi hallardan yararlanmağa çalışırlar. Bu halları öz məqsədləri xeyrinə şərh etməyə, legitim dövlət orqanlarını nüfuzdan salmağa cəhd göstərirlər. Bu baxımdan hesab edirəm ki, hüquqi maarifçilik işi bu kimi halların aradan qaldırılması naminə son dərəcədə önəmlidir. Təbii ki, Azərbaycan Respublikasında hüquq fənninin, hüququn ümumilikdə tədrisi son dərəcədə ciddi, fundamental əsaslarla aparılır. Bu sahədə də böyük nailiyyətlər mövcuddur. Lakin zaman dəyişir və zamanın dəyişməsi faktoru bizi vadar edir ki, biz son dərəcədə önəmli bir dəyər olan, müqəddəs dəyər olan hüququn qanunvericilikdə əksini tapmış maddi formasını zamanın tələblərinə, gerçəkliklərinə, standartlarına, reallıqlarına uyğunlaşdıraq. Bu işdə də təbii ki, hüquq fənlərinin tədrisinin müasir dövrün tələblərinə, standartlarına uyğun səviyyəyə gətirilməsi son dərəcədə önəmlidir. Hesab edirəm ki, təbii ki, bu təkliflər nəzərə alınarsa, müzakirələr aparılarsa, hüquq fənlərinin tədrisi üzrə silabus, proqram və digər tədris materialları yeniləşdirilərsə bir neçə qarşıdakı illər ərzində, o zaman 10 illiklər sonra biz daha soyuqqanlı, daha realist və praqmatik bir hüquqi cəhətdən maariflənmiş bir cəmiyyətlə əhatə olunacaq, bir sosial mühitlə əhatə olunacaq, daha tolerant, daha səbirli, daha praqmatik və s. İndi səsləndirəcəyim təkliflər əsasən iki məqsədə hədəflənib. Dediyim kimi, birincisi hüquqi maarifçilik tendensiyasının və realist hüquqi maarifçilik tendensiyasının əsaslarının daha da möhkəmləndirilməsi və hüquqi maarifçiliyin daha da Azərbaycan cəmiyyətində yayılması. İkincisi, Azərbaycan ali təhsil müəssisələrini bitirən peşəkar hüquqşünasların sadəcə normativ hüquqi baxımdan hazırlığının yüksək səviyyədə olmasına deyil, həm də onların dediyim kimi hərtərəfli hazırlanmalarına diqqət yetirilməsi. Bu, həm də ona kömək eləyəcək ki, hüquq fakültəsini bitirmiş və hər hansı hüquq mühafizə orqanlarında və s. hər hansı vəkillik fəaliyyətinə cəlb olunmuş gənc mütəxəssis qanunda yazılan müddəaların müəyyən hallarda daha obyektiv, fundamental səbəblərdən işləməsi ilə qədər problemlərlə üzləşdikdə onda ruh düşkünlüyü yaranmayacaq və bu reallıqları bildiyi üçün artıq bu barədə məlumatlandırıldığı biliklərə sahib olduğu üçün artıq onlar həm də ruh düşkünlüyü yaranmayacaq və hüquq fəaliyyətinə, hüquq peşəsinə, ixtisasına inamı da müəyyən qədər sarsılmayacaq. Beləliklə, təkliflər nədən ibarətdir? İlk növbədə biz ümumi təklif ondan ibarətdir ki,
hüquq fənlərinin tədrisi üzrə sillabuslar, tədris proqramları, tədris materialları yeniləşdirilsin. Təbii ki, bu 1 ilin, 5 ilin, 3 ilin işi deyil. Zaman-zaman, tədricən. Və bu zaman hansı istiqamətlər diqqətdə saxlanılsın? Birincisi, hüququn digər fundamental elmlərlə üzvü əlaqəsi və bu barədə materiallar mühazirələrdə və prezentasiyalarda və digər tədris materiallarında əks olunsun. Məsələn, fizika, kimya və s. digər dəqiq elmlərlə. Bu zaman hüquqa olan inam, etimad daha da artacaq ki, hüquq normaları sadəcə ideallardan ibarət deyil. Biz bilirik ki, təbii ki, qanunvericilikdə yazılmış o hüquq normaları cəmiyyətin ideal vəziyyətinin bir inikasıdır. İnsan şüuru cəmiyyəti o cür görmək istəyir. Amma təəssüflər olsun ki, başqa reallıqlar da var, başqa qanunlar da var, başqa tələbatlar da var və bu ideal vəziyyətə nail olmaq böyük mütəfəkkirlərin də milyon illər boyu səsləndirdiyi kimi hələ ki mümkün deyil. Ancaq biz hüququn digər fundamental elmlərlə üzvü bağlılığını, əlaqəsini sübut etsək və qeyd etsək ki, göstərsək ki, o mühazirələrimizdə bəli, hüququn filan norması öz əsasını, məsələn, fizikanın filan qanununa götürüb və yaxud başqa digər dəqiq elmlərin, o zaman cəmiyyətdə inam daha da artacaq. İkincisi, hüququn sosial, siyasi və digər elmlərlə qarşılıqlı bağlılığı və əlaqəsini sübuta yetirən materialların tədris sənədlərində əks olunması mühüm əhəmiyyət kəsb eləyir. Sosiologiya, psixologiya, politologiya, iqtisadi elmlər, iqtisadiyyat və s. Üçüncüsü, hüququn yeni texnologiyaların təsirinə məruz qalması faktını biz araşdırmalıyıq öz tədris materiallarımızda, həm mənfi, həm müsbət mənada. Çünki bilirik ki, hüquq normalarını bugün ən çox dəyişdirən, yeniləndirən yeni texnologiyalardır və xüsusilə də süni intellekt bu yeni texnologiyaların ən öndə gedənidir. Eyni zamanda müasir beynəlxalq münasibətlər sisteminin həm milli, həm beynəlxalq hüquqa təsirləri barədə realist, praqmatik faktları biz mühazirələrimizdə nəzərdə tutmalıyıq. Yəni, filan qanunun filan maddəsində belə yazılıb, amma məsələn, geopolitik maraqlar var, geopolitik ziddiyyətlər var və hər ölkənin öz geopolitik kodu var, imkanları var və s. Bunlar nəzərə alınmayanda, tələbədə maraq, bunlar izah olunmayanda təhsil alanlara, onlarda hüquqa olan inam, etibar azalır. Və bu zəmində geopolitika, transmilli korporasiyalar, qloballaşma, miqrasiya fenomenləri, beynəlxalq münaqişə və müharibələr, onların hüquqa təsirləri bu barədə yığcam, amma əsaslı və praqmatik materiallar mühazirələrdə və digər tədris materiallarında əksini tapmalıdır zənnimcə. Və nəhayət, hüququn tədrisinin səmərəliliyinin artırılması məqsədi ilə ədəbiyyat və incəsənət nümunələrindən, tarixi faktlardan, mədəni irs nümunələrindən yararlanılması və bunların da tədris materiallarında, prezentasiyalarda, mühazirələrdə əks etdirilməsi son dərəcədə məqsədə müvafiq olardı. Və nəticədə də sonda bir daha qeyd etmək istəyirəm ki, həm hüquqa inam və etimad artar, həm cəmiyyət hüquqi realizm baxımından yanaşar məsələlərə, problemlərə, onların həllinə. Həm peşəkar hüquqşünaslar hər tərəfli yetişər, sadəcə normativ hüquqi əsasları, qanunvericiliyi əzbərləməklə kifayətlənməzlər. Və beləliklə də ümumilikdə həm insanın, həm cəmiyyətin, həm də dövlətin maraqlarını daha optimal hüquqi çərçivələrdə təmin etmək yaxın gələcəkdə daha optimal surətdə təmin etmək mümkün olar. Və bugünkü uğurları və nailiyyətləri belə olan halda biz gələcəyə daha inamla daşıya bilərik. Diqqətinizə görə təşəkkürlər.